Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulillah. Amma ba'd. Bəzi müsəlman qadınlara qısa şəkildə tövsiyə eləmək istəyirəm şər'i hicabla ilgili. Deməli, bugünkü gündə ən çox yayılmış müsibətlərdən biri bəzi müsəlman, möminət qadınların libas geymələri hicab adı ilə, amma əslində bu geyindiklərinin şər'i hicab olmadıqları haqqında. Şər'i hicab olmadıqları haqqında. Elə bilirlər ki, bəziləri qadından tələb olunan sadəcə dərisini örtməkdir və yaxud da qadından tələb olunan başını bağlamaqdır və buna deyirlər hicab. Bu doğru deyil. Əgər bir insan namazı sünnədə gələn şəkildə, kitab və sünnədə gələn şəkildə əda etməsə, biz o insana namaz qılır deyə bilməzik. Deməyə haqqımız da yoxdur. Namaz qılmaq üçün onun şərtlərini yerinə yetirməlisən, rukunlarını yerinə yetirməlisən, vaciblərini yerinə yetirməlisən ki, hətta deyilə ki, sən namaz qılırsan. Ona görə də bugünkü gündə hicab geyinən qadının hicabı şər'i hicab olmalıdır ki, şəriətdə gələn şərtlər qadının hicabında şamil olmalıdır ki, hətta deyilsin ki, filan qadın şər'i hicab geyinir. Filan qadın şər'i hicab geyinir. Filan qadının hicabı Allahın və onun Rasulunun əmr etdiyi hicabın növündəndir. Və buna fikir vermək lazımdır. Ona görə Allah Azza və Cəllə Əhzəb surasının 59-cu ayəsində, Nur surasının 31-ci ayəsində möminət qadının hicabının necə olmağı haqqında xəbər vermişdir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bir çox hədislərdə, Buxaridə, Müslimdə və gələn başqa hədislərdə qadınların libası haqqında xəbər vermişdir. Elm əhli müsəlman qadının hicabının bir neçə şərti olduğunu deyirlər. Birincisi odur ki, qadının hicabı təpədən, başının təpəsindən ta ayaqlarına kimi örtməlidir. Başdan ayağa kimi tamamilə örtməlidir. Və burada daxildir qadının əlləri və bir çox alimlərin dediyinə görə hətta üzü. İkincisi, geyindiyi paltar dar olmamalıdır. Bədənini vəsf eləyəsi şəkildə. Qadının bədən həcmini, bədən şəklini, qatlanacaqlarını bildirməmək şərti ilə geniş olmalıdır. Və üçüncüsü, qadının geyindiyi libas nazik olmamalıdır ki, bu yandan baxanda o yanı görsənsin və yaxud da altındakı libasını və yaxud da alt paltarını və yaxud da dərsinin növünü, rəngini vəsf eləsin. Dördüncü şərt, həddi zatında geyindiyi hicab, zinət hicabı olmamalıdır. Yəni, üstündə naxışlar, üstündə bəzəklər, üstündə nə bilim, gözəllik üçün qoyulan bəzi parıltı əşyalar, bunların hamısından uzaq olmalıdır. Çünki əsas hicabda məqsəd başqalarının diqqətini cəlb etməmək və pis baxışların qabağını almaqdır. Əgər qadın hətta təpədən dırnağa geyinsə belə, geniş geyinsə belə, qalın geyinsə belə, amma zinət olsa, naxışlar və s. yenə o qadının geyindiyi libas şər'i hicab sayılmır. Şəriətdə gələn hicabdan sayılmır. Yenə o qadın Allah qatında qeyri-hicabların, yəni şər'i hicab geyinməyənlərin siyahında olur. Çünki hicabda əgər naxışlar olarsa və yaxud da müəyyən diqqət cəlb edici əlamətlər olarsa, öz məqsədini hicab artıq itirmiş olur. Həmçinin 5-ci şərt, hicab ətirlənməmiş olmalıdır. Çünki ətir də başqalarının diqqətini çəkmək üçün bir vəsilədir. 6-cı şərt, qadının geyindiyi hicab şöhrət libası olmamalıdır. Yəni, parçanın materialı şöhrət materiallarına olmamalıdır. Yəni, bu daxildir həmçinin bu şərt, moda üçün olmamalıdır. Əsas danışmaq istədiyim nöqtə də budur. Bugünkü gündə bəziləri güya hicab geyinir, güya şər'i hicab geyinir. Baxırsan ki, başını çalır, bəzək-büzək, yəni belə cürbəcür rəngləri şamil etmiş rəngli şallarla. Güya başı örtülüdür. Qırmızı, ağ, qara, rəng-bərəng başını şalla çalır. Bu düzgün deyil. Bu, şəriətə uyğun baş çalmaq deyil. Qadının o bir rəng olmalıdır, hətta başqasının diqqətini cəlb eləməsin deyə. Rəng-bərəng deyil. Bəziləri var altından sarı, üstündən qara, ondan sonra qırmızı.
Elə bir formaya salır başının durumunu ki, hətta baxmayan insanın baxası gəlir. Və yolda keçən hər kəs onun necə hicabı bağladığına baxmağa cəlb eləyir. Bunların hamısı şər'i hicabların sifətindən uzaqdır. Əksər hallarda bunu fasıq qadınlar belə eləyir. Fasıq, İslam tərbiyəsi görməyən qadınlar və yaxud da hicabın məqsədini bilməyən qadınlar. Hətta hicabla başqasının diqqətini, başqa kişilərin, yad kişilərinin diqqətini cəlb etmək istəyən qadınların simasıdır, onların əxlaqıdır bu. Belə hicabları geyinmək. Və daha müsibətlisi odur ki, bəziləri var, başını çalır, başını örtür. Sonra üstündən bir don geyinir, dizə kimi və yaxud dizdən aşağıya kimi biraz və yaxud da dizdən yuxarıya kimi, sonra altından şalvar geyinir. Bunların hamısı nifaqın əlamətlərindəndir. Qadında həyanın, namusun, şərəfin az olmağının işarətindəndir. Çünki həmişə qadınlar, misal çəkilib qadınlar həya ilə, həmişə qadınlar deyiləndə həya insanların ağlına gəlir. Deməli, bu cür libas geyinmək bir qadının onun həyadan və namusdan nə qədər uzaq olduğunu ifadə edir. Ona görə moda ilə geyinilən hicabların heç biri şər'i hicab deyil. Və bayaqki şərtlər özündə əhatə etməyən qadının geyindiyi bütün libasların hamısı heç biri şər'i hicab deyil. Ona görə bu şeylərə mən tövsiyə edirəm ilk öncə möminət bacılara, qadınlara ki, geyinəndə Allahın dininə görə geyinin. Və bəzən sizlərin şər'i hicab geyinməməyinizin əsas səbəblərindən və yaxud da səmərlərindən biri də ola bilər ki, başqaları da sizin kimi geyinsin və yaxud da şər'i hicabın belə olduğunu etiqad eləsin. Və bu da müsibətdir. Peyğəmbər s.ə.v deyir ki, kim dinə pis örnək olarsa, ona tabi olanların da onun qazandığı günah kimi günahı var. Və belə geyinən qadınlar qorxmalıdırlar ki, başqalarına pis örnək olarlar, bununla da şər'i hicabdan insanların üz çevirməsinə səbəb olarlar. Ayrıca, bu cür mod şəkildə geyinən qadınlar, onu tövsiyə edirəm ki, sizin bu cür onu tənbih eləmək istəyirəm ki, daha doğrusu, sizin bugün bu şəkildə hicabı geyinməyiniz əslində hicabla istihzadır. Əslində hicabla istihzadır. Yəni dizə kimi uzun don, dizdən sonra şalvar geyinmək. Bunların hamısı hicabla istihzadır. Necə ki, başqaları bunu elə başa düşür ki, güya bu şər'i hicabdır. Ona görə ona görə mənim tövsiyəm odur ki, hicabı geyinəndə qadın düzgün hicab geyinməlidir. Qadın hicabı geyinəndə düzgün hicab geyinməlidir ki, hətta Allahı razı salsın, Allah qatında hicablı qadınlardan hesab olunsun. Və hicab sadəcə libas deyil. Hicab həmçinin qadın üçün şərəfdir, qadın üçün namusdur, qadın üçün qeyrətdir, qadın üçün bütün şərli gözlərdən himayədir. Ona görə fikir verməlidir qadınlar buna. Və bu qadınlara olan tərəf. İkinci tərəf kişilərə. O kişilər ki, zövcələrinin bu şəkildə hicab geyinməyinə razı olurlar. Bu şərtlər olmayan bir hicabı geyinməyə razı olurlar. O kişilərin o nisbətdə qeyrətində problem var. O kişilərdə o nisbətdə deyyusluq var. Qriyatsızlıq əlamətləri var. Çünki kişidən şəriətdə tələb olunan odur ki, zövcəsinə Allahın əmr etdiyi, Rasulullah sallallahu aleyhi ve sellemin əmr etdiyi şəkildə hicab geyindirsin. Yoxsa kişi buna göz yumarsa, görməməzlikdən gələrsə, üstündən keçərsə, o kişi qadınını təhlükəyə atmağa səbəb olar və onunla da qiyamət günü o qadın onun cəhənnəmə girməsinə səbəb olar. Peyğəmbər s.ə.v buyurur, kullukum məs'ulun və kullum məs'ulun an raiyyətihi. Hamınız məsuliyyət daşıyırsınız, hər kəs əlinin altından hesaba çəkiləcək. Hamı ona hesaba verəcək. Muntazar, şoyya indi dərs. Ona görə də kişilərə tövsiyəm odur ki, qızlarının, bacılarının, zövcələrinin libaslarına fikir verməlidir. Alarkən şər'i hicab almağa çalışmalıdır. Aldıqdan sonra da nəzarət etməlidir ki, hətta qadınları bu şərtlər olmayan hicablar geyinməsin. Əksi təqdirdə məsuliyyətsizlik etmiş sayılırlar. Və başqa bir tənbih eləmək istəyirəm uşaqlarla ilgili. Bəziləri var, qız uşağı çatır 8 yaşına, 10 yaşına, 12, 13 yaşına hələ də uşaqlarını cins şalvarlarda köbəyi açıq, dizi açıq gəzdirməyə çalışırlar.
Düzdür, biz demirik ki, uşağa vacibdir hicab geyinmək. Amma qız uşaqlarını uşaq vaxtından həyaya öyrətmək lazımdır. Həyalı böyütmək lazımdır. Əxlaqlı böyütmək lazımdır. Çünki Şeyx İbn Uteymin rahimehullah deyir ki, o qız uşağı ki, uşaq vaxtından ayağının açılmasını, qılçasının açılmağını böyük görür, ona təhəmmül göstərmir. Elə qadınlar əslində əsla təhəmmül göstərmir ki, böyüyəndən sonra harasısa görünsün. Amma uşaq vaxtından, balaca vaxtından harasınınsa açılmağına əgər fikir verməzsə qadın, onda o zaman böyüyəndə də onun harasına vaxtsa açılsa, qadın ona o qədər fikir verməz. Ona görə uşaqlıqdan çalışmaq lazımdır, qız uşaqlarını həyalı böyütmək, namuslu böyütmək, onları hicaba alışdırmaq. Yəni uşaq vaxtından harasınınsa başqalarının, əcnəbi adamların, yad adamların yanında açılmasından çəkinməsi. Buna öyrətmək lazımdır, qardaşlar. Allahu aləm, Allah Teala bütün qadınları və bütün kişiləri islah eləsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.